Deməli, yenə deməli dedim. Bir dənə sinuslar teoremini izah edeyimsə, istəyirsiniz misal üzərində başlayalım, daha yaxşı başa düşərsiniz. Buradan bir dənə misal götürək, elə başlayalım. Elə birinci sual. Deməli, qaydamız budur ki, 30, 45, bir də bura neçədir? İndi hər neçədir, o lazım olmayacaq heç. AB 4/2-dir. Sonra A sən soruşur. Burada nəyə diqqət edirik? Qayda budur. A bölək sin alfa, B bölək sin beta, C bölək sin gamma bərabərdir 2R. Xaricə çəkmiş çevrən radiusu. Buna biz deyirik sinuslar teoremi. Sinuslar teoremi. Neyse, başa düşərsiniz biraz xətimi. Nəyə baxaq indi? Bu x-i. X hansı bucağa baxır? 45-ə. Deməli, yazırsan x böl sinus 45. Bərabərdir 4/2 böl sin 30. Belə. İndi burada da yazıram. Sin 30 2-də 1-dir. 2-də 1-i x-ə vuracam. Sin 45 2/2 böl 2-dir. Bunda 4/2-yə vuracam. Düzdürmü? İki tərəfdən də 2-lər getsə, x qalır nə? 2/2-ni 4/2-yə vuranda 8 eləyir də. 2/2 2/2-yə 2, 2-ni də 4-ə 8. Oldu. Yəni, məsələ budur ki, tərəf böl baxdıq bucağın sinusu, tərəf böl baxdıq bucağın sinusu. Çətin bir şey deyil. Başa düşdünüz? Bir dənəsini də yazaq buna aid. Bax, misal üçün 4-cü sual. Qaydacam o aradakı suallara. Bax, şəkli çəkim mütləq. Ola bilər çəkərsin nədəsə. ABC-ni yazdıq bura. C bucağı 60-dır. B bucağı 45-dir. AC kök altı 6-dır. AB x-dir. Hə, indi qaydaya baxırıq. Qayda budur ki, tərəf, yəni x, bölünsün, baxdığı bucağın sinusu. Sin 60 bərabərdir. Digər tərəf, yəni kökdə 6, bölünsün, baxdığı bucağın sinusu. Oldu mu? Sin 45 kök altda 2 böl 2-dir. Vur x. Sin 60 kök altda 3 böl 2-dir. Vur kök altda 6. Düzdürmü? 2-lər getdi. X də bərabərdir. Kökdə 18-i kökdə 2-yə böləndə kökdə 9 qalırmı? Cavab çıxır 3. Asan bir şeydir. Tərəf böl baxdığı bucağın sinusu bərabərdir. Tərəf böl baxdığı bucağın sinusu. İndi hansılar veribsə onu özünüz müəyyənləşdirərsiniz. Problem yoxdur. Bəzən çaşdırmaq üçün bax, belə bir şey verir. O da çaşdırmaq deyəndə elə çaşdırılası bir şey yoxdur. AC-ni soruşur. Misal üçün, bura x-dir. Bucaq 105, 45. Bura nə qədər? 30. Deməli, nə yazırıq? Siz deyin, mən yazım. Kökdəki bölsün 30. X bölsün 45. Belə. Qutardı. Bunu da həll edirik, cavab çıxır. Sin 30-da 2-də 1 olur. 2-də 1 vur x. Sin 45-də kökdə 2 böl 2 vur kökdə 2. 2-lər getdi, cavab qalır. Kökdə 2-ni kökdə 2-yə vuranda kök gedir, 2 qalır. Oldu mu? Nəsə bir problem var? Yox. Adətən
bu sinuslar teoremindən, kosinuslar teoreminin uşaqlar qatırlar ki, harada istifadə edəcəyimizi deyir, bilmirik. Baxırsan, indi görürsən ki, əgər 2 dənə bucaq verilibsə, yəni işlənilə bilən bucaq deyək də, yəni 37 dərəcə olsa sinusunu sən bilmirsən. Sən bilirsən 45-i, 30-u, 135-i, nə bilim, bunlar da, düzmü? Hə, onda bilin ki, sinuslar teoremində 2 dənə bucaq verilibsə, bir bucaq və yaxud da 2 tərəf verilibsə, o kosinuslar teoremi olur. İstəyirsiniz kosinuslar teoremində deyim, sonra bir qarışıq baxaq. Kosinuslar teoremi necə olur? Biraz müxtəsər vurma düsturuna oxşuyur. Belə yazaq da, bir dənə üçbucaq verir sənə, tutaq ki. Buna bir dənə çox diqqətlə baxın. Bir dənə üçbucaq verir sənə. Buranı da verir alfa. Bura A kvadrat, bura A'dır, bura B'dir, burada C'dir, ölçü olaraq. Burada bir dənə bucaq kifayət edir. Kosinuslar teoremi belədir ki, yazırsan, alfa hara baxır? A'ya, düzdürmü? Sən yazırsan A kvadrat bərabər, B kvadratı üstə gəl C kvadratı, çıxaq 2B vur C cos alfa. Orada bir dənə alfa hara baxırsa, misal üçün burada A'ya baxdığı üçün A-nı bərabər götürürsən. Bildiniz? Başqa bir dənə hansısa bucaq verilsəydi tərəflə. Misal üçün, bura beta verilsəydi, onda düstur dəyişirdi. Orada nə olur? Betanın qabağı B kvadratı bərabərdir A kvadratı plus C kvadratı. Çıxaq 2 vur A vur C cos beta. Aydındır. Eyni şeydir də, yəni məntiqi. Prosta hansı verilibsə onu yazırsan. Burada üçbucağı çəkək. Tərəfləri də mütləq yazaq. BS 5-dir. AC 6-dır. AB 8-dir. A bucağının kosinusunu tapın. Belə. İndi qayda necə olur? Alfa baxır 5-ə. 5-ə baxdığı üçün yazırsan 5-in kvadratı bərabər 8-in kvadratı üstə gəl 6-nın kvadratı, çıxaq 2 vur, 8 vur, 6 vur, cos alfa. 25 bərabər, bunlar eləyir 100, çıxaq, bura nə qədərdir? 96, cos alfa. 96-nı ataq bir yana olsun, müsbət 96 cos alfa. 100-dən 25 çıxanda 75 qalır. Cos alfa da bərabərdir, 75 böl 96 olur. Sən bunu böləcəksən 3-ə 25, bu da 32. A bəndi. Uzun gedə bilər, çətin deyil. Oldu. Bu da oldu kosinuslar teoremi. Kosinuslar teoremi. Bunu evdə baxanda qeyd edərsiniz. Narahat olmayın, bu gün atacağım. Bir dənəsini də yazaq ona aid. 9-cu sual əslində belə orada sinusu soruşur. Amma kosinuslarla eləyəcək necə? Sən onsuz da belə deyim də, burada bucaq verməyib deyə, 2 dənə bucaq verməlidir ki, sən sinuslar eləyəsən də. Burada 2 dənə bucaq yoxdur ki, heç bir də yoxdur. Bura bir dənə alfa qoyursan, sonra yazırsan. Nə yazaram kosinuslarda? 2-nin kvadratı 4, 2-nin kvadratı bərabər, 6-nın kvadratı üstə gəl, 6-nın kvadratı, çıxaq, 2 vur, 6 vur, 6 vur, cos alfa. Belə bir şey düşür. 4 bərabər, 36, 36, 72, bu da 72, cos alfa. Olur, 72 cos alfamız bərabər olur, 72-dən 4 çıxanda 68, cos alfa bərabər 68 böl 72 olur. 4-ə böləndə 17, 4-ə böləndə 18. Bu oldu cos alfa. Sinusu da tapmaq istəsək, sin alfa bərabər idimi? 1 çıxaq kök alta cos kvadratına. Bu yadımıza gəldi.
Birdən cos kvadrat çıxanda sin kvadratı qalır. Oradan da kökdən sin alfa çıxır da. Belə. Ya da şeylə də yaza bilərsiniz. Sin kvadrat plus cos kvadratı 1-dir. Eyni məntiqdir. Hə, bu da yazıram. 1 çıx. 18 17-nin kvadratı 324-də 289. Çıxanda nə qalır? 324-də 11 oradan 35 deyəsən. 18-də kök altı 35. Oldu. Bildiniz? Yəni, yenə deyirəm, kosinuslar teoremində adətən 3 tərəf verilir, ya da 2 tərəflə bir bucaq verilir. Sinuslarda daha çox 2 dənə bucaq verilir. Belə. Sonra görək nə var burada. Hə, bax, bu sualı biz əvvəllər bu bölməni keçməzdən qabaq başqa cür yazırdıq. Hündürü endirirdik, nə bilim bu, nəsə eləyirdik də. Deyirdik ki, 2 yolla da yazım. Bax, birinci qayda. Deyir ki, bərabər yanlıdır. Təpə bucağı 120-dir. 120-yi yarıya böləndə 60-60. Buradakı tənbölən hündürlükdə həm də nədir? Mediandır. O 18-i bölür 9-9. Yan tərəfdə tapanda deyirdik ki, misal üçün, bura 30 dərəcə deyil. 30-un qabağı x, bura 2x, 60-ın qabağı da x kökdə 3 düşür də Pifaqora görə. Hə, nə deyirdin? Deyirdin ki, x bərabər 9 bölək kökdə 3. Kökdə 3-ə də vuranda 9 kökdə 3 bölü 3 olur 3 kökdə 3. Yan tərəf olurdu 6 kökdə 3. Bunu əvvələ belə tapırdıq. İndi tapanda nə edəcəyik? Çəkdin 3 bucağı. Dedin ki, bura 120 dərəcədir. Yanı soruşur səndən. Buranı da verib 9. 9 deyirəm, 18-ə. Bu yanlar nə qalır? 30-30 dərəcə qalmır. Hə, indi necə yazarıq? Yox, sinus. X böl sin 30 18 böl sin 120. Burada sin 120-də 180 çıx 60 hədə ad dəyişmir. Sin 60-dan alır. Vur x. Sin 30-da 2-də 1, 2-də 1 vur 9-da bura olur. 18-də bura olur. Hə, getdi. X bərabər 18 böl kökdə 3 qalır. Kökdə 3-ə vuranda 18 kökdə 3, kökdə 3-ə vuranda 3. Qalır nə? 6 kök altda 3. Aydındır mı? Yəni, belə də tapma olar, elə də tapma olar. Prosta 2 yolunu da göstərdim ki, biləsiniz. Oldu? 13-ə baxaq. Hə, maraqlı sual oxşuyur. SB-də xarici bucağı. Hə, deyir ki, ABC üç bucağında AB, C verilib, bu verilib, bu da verilib. SB-də xarici bucağı C bucağından 2 dəfə böyük olarsa, C bucağı alfadır, SB-də onda olur 2 alfa. Hə? Bizdən nəyi soruşur? AC-ni. İndi biz nə edə bilərik? Bax, bu 2 alfadsa, üç bucağın bir xarici bucağı, özü ilə qonşu olmayan 2 daxil bucağın cəmidir də, düzdürmü? Bəli. Belə bir şey deyək. Buranı yazım 180 çıx 2 alfa. Olar? Biraz böyüdək, gözü görməz. Burada belə yazım. Düzəldəcəm. Çox balaca oldu. Bura alfadsa, bura 2 alfadır. Bu da olur nə? 180 çıx 2 alfa. Düzdür? Niyə buranı götürdüm? Çünki AC-ni soruşurmuş. Mən elə fikirləşdim, bu yanı soruşacaq. İndi yazaq. Deməli, C bölünsün. Hara baxır? Sin alfaya baxır, bura. Gördün? Bərabərdir. X bölək. Sinus 180 çıx 2 alfa.
Eləmi? Burada maraqlı söhbətlər olacaq yəqin ki. X-i vurarsan sin alfaya, biz, bir də C-ni vurarsan bu ifadəyə. Bu ifadə nədir? 180-dən nəsə çıxanda ikinci rübdə sinüsün işarəsi dəyişmir, ad da dəyişmir. Qalır nə? Sin 2 alfa qalır, bəli. Sin 2 alfanın açılışı nədir? 2 sin alfa cos alfa deməkdir, sin 2 alfanın açılışı. Biz də onu buradakı sin alfaya bölsək, qalır belə bir ifadə. C variantı. Görsən, bölməni işləyəndə ikinci hissədən o nəsə lazım olur. Aydın oldu. 15-ə aid bir dənə də yazaq, biraz vərdiş yaransın. Kosinuslara aid çox bir şey yazmadıq. Kiçik bucağın kosinusu deyir. İstəyirsiniz şəkli çəyin, istəyirsiniz çəkməyin burada. Nəyə görə? Kiçik bucaq qarşısında kiçik tərəf dayanacaqda onsuz, hə? Bu 2-ni götürəcək. Yəni 2-nin kvadratı bərabər 3-ün kvadratı üstə gəl, 4-ün kvadratı çıxılsın 2 vur, 3 vur, 4 vur, cos alfa. 4 bərabər 9-un üstə 16, 25 çıxaq 24 cos alfa. 24 cos alfa bərabərdir 25-dən 4 çıxanda 21 cos alfa bərabərdir 21 böl 24. 3'e böləndə 7, 3'e böləndə 8. Oldu. Bu da belə. Gəl bunu da tapaq. Hə, nə yazacaq? C-miz 9 kök altda 2'dir. 9 kök altda 2 bölünsün baxlı bucağa qamadır. Sin qama bərabərdir. A bölünsün. A-nı da verib. Hə. 9 bölünsün. Sin alfa. Belə oldu. Onu da verib. Bir başa yazsın da bunu. Yerdən gedir. 9 vuraq, sin qama bərabər kökdə 2 böl 2 vurulsun 9 kökdə 2. Onda sinus qamma bərabər olur 1. Niyə? Kökdə 2-ni kökdə 2-yə vuranda 2 edir və 2-ni aparır. 9-da 1-ə vurmaq lazım ki 9 çıxsın. İndi bizdən nəyi soruşur? Qammanı. 90 dərəcədə 1 alır. Aydındır mı? DF ilə F-yə 4'dür. 4, bu da 4. AF ilə FB bərabər. X, bu da X. BS'ni tapın deyir. A, D'ye də bərabər tərəflidir. Onda bura 60'dır. Onda bura 8 olduğu üçün buradan bura qədər. Burada 8'dir. Burada 8'dir. İndi belə bir məntiq quraq. X olur nə? X olur. A kökdə 3 böl 2 bizim median tənbələn ündürük düsturu deyildi. Bərabər tərəflidə. Onda 8 kökdə 3 böl 2. Bura olur 4 kökdə 3. Niyə? Çünki həm də nədir bu? Mediant. Düzü? Ora 4 kökdə 3 olduğu üçün burada 4 kökdə 3 olur. Bura oldu 8 kökdə 3. Sonra nə edə bilərik? Hə, bura nə düşür? 60 düşür. Bərabər tərəflə median həm də nədir? Onda bura 30 düşür. İndi bu üç bucağa baxın. Düz bucaqlı üç bucaqda 30'un qabağı hipotenuzun yarısıdır. Yəni bu 8 kökdə 3'ün yarısı 4 kökdə 3.
düşür. Belə. Bu sual birinci dəfə gördüm deyəsən. Maraqlıymış. Nə buna? Yəqin ki, sinuslarla tapmaq olur. Mən indi ondan tapmadım. Əslində bu 30 dərəcə, 60 dərəcə qaydasının özü onsuz ondan yaranıb da. Və bax, misal üçün, bura x yaz, elə belə. X böl, indi oradakı x ilə qarışdırmayın. X böl sin 30 bərabərdir 8/3 böl sin 90. 91 eləyir deyə, onsa vuranda x qalır. 30'da da 2'də 1 alınır deyə 8/3'ü vuranda 4/3 alınır. Görürsən, eyni şeyə gəlir çıxır. Yəni, bizdə riyaziyyatda o yan-bu yan söhbəti yoxdur. Burada yazınsa, orada düz gəlir. Bəli, dəqiq fəndir. Bəzi fənlər kimi oğurluq eləmir. Məsələn, fizika. Hə. Deməli, uşaqlar. 15 bölünsün sin alfa bərabərdir 10 bölünsün sin beta. Sin beta bərabərdir 10 sin alfa bölək 15 düşürmü? İxtisar aparsaq 5'ə 2 sin alfa böl 3 qalır. İndi sin betanın yerinə də onu yazsan 2 sin alfa böl 3. Altda bir dənə də sin alfa var. 3'də 2, hə. Aydındır uşaqlar. Hə? Çətin şeylər deyil, inşallah imtahanımıza düşər. Çətin deyil, hə? Öyrənəsiz də. Suallar niyə qutarmır? ABC üst bucağında B və C bucağının tənbölənləri K nöqtəsində kəsişir. Kəsişir. Hə. BK 12'dir. SK 5'dir. Sonra nə deyir? BC parçasının uzunluğunun ən kiçik natural qiyməti nədir? 13 çıxacaq da yəqin ki. Niyə ən kiçik natural qiyməti? İndi mən sizə deyim onu. Hə. Bir dənə o... Birincisi, 12-5 görəndə 13 olma ehtimalı varmı? Onu araşdıraq. O deyəsən olmur, 14 olur deyəsən. Bir də onu fikirləşin bir daha. Mən sizə dəqiq məlumat verirəm uşaqlar. Hə, indi tapdım. Uşaqlar, bura 90 dərəcə ola bilməz. Niyə olanmaz? Xahiş edirəm, çox belə diqqətlə baxın. Bura 90 olsa, bir dənə elə belə deyirəm, siləcəm. Bura 90 olsa, alfa ilə betanın cəmi nə olur? 90. Onda 2 alfa ilə 2 beta nə olur? 2 bucaq 180 ola bilər? Ola bilməz. Hə. Ona deməli o 90 deyil, 90-dan böyükdür. 90-da əgər 13 alırsa, 90-dan böyük olanda yəni 14 olacaq. Ən kiçik qiymət belə olur. Bildiniz? 90-da 13 alırsa, 90-dan böyük olanda ən az 14 ola bilər. Tam qiymət. Çox qəşəng sual imiş. Mən də çox qəşəng izah elədim.
Yəni görək nə deyir burada. ABC üçbucağında buranı verib 120. AB'ni verib 6. BC'ni verib 10. AC'ni soruşur. Nə yazarıq hansına? Kosinuslarla. Çünki bucaq baxır x-ə, x kvadratı bərabər 6-nın kvadratı, 10-un kvadratı çıxılsın. Kosinus 120 dərəcədə elə bil birinci mənfi olur deyə bunu mənfi yazaq. Bir də 180 çıx 60 kimi qəbul edəcək. Ad dəyişmir. Kosinus 60-da 2-də 1 alır. Belə. 2-lər getdi. 6-nın kvadratı üstə gəl 10-un kvadratı 136. 60 bu da üstə gəl 60. Mənfi müsbət elədi. 196 x olur 14. Bəli. Oldu. Yaxşı, necə olur? Bizə nə soruşur ki? 14 olur da. Görürsün yandı getmə vaxtı. Yine göndərilən vaxtı. Tərəfləri A, B və C olan üçbucağın tərəfləri bu münasibəti ödəyir. Bax, çox keçən sualdır bu. Deyir ki, üçbucağın A tərəfin qarşısındakı bucağın dərəcə ölçüsü. Baxırsınızmı? Bax, düsturu yazıram buradan. Daha doğrusu misalı yazıram buradan. Ya da ki, elə düsturu yazın buradan. Bu olsun 2 vur. B vur, C vur. Cos alfa. Olar belə. Altdan da o düsturu yazıram. O verdiyini. Bura plusda. İndi buradan belə qənaətə gəlir ki, hər şey eynidir. Buranın da eyni olması üçün bu hissənin. BC-lər də eynidir. Bir dənə yerdə nə qalır? Mənfi 2 cos alfa bərabər müsbət köhdə 3. Cos alfa da bərabər olmalıdır. Köhdə 3 böl mənfi 2. Bu da 120 dərəcədə var da buna. Çünki birincisi ikinci rübdə mənfidir. 120 yox, 150. 150. Uşaqlar bir balaca mənə çaşdırdı. Eyb yox. Öyrənəcəklər. Hə. Deməli, 180 çıx 30 kimi. Kosinus 30-sa köhdə 3 böl 2 alır. Düzdür uşaqlar? Güzel. Yaxşı, de cavabları asıb qoyub qabağında baxır. Altmış dərəcə bucaq qarşısındakı tərəfi 10 köhdə 3 olan üçbucağın böyük tərəfinin mümkün ən böyük qiyməti nədir? Bax, belə deyək, 60 dərəcə bucaqdır. Yazaq, tərəf də 10 köhdə 3-də. 10 köhdə 3 bölək. Sin 60 bərabərdir. X bölək sin 90-da məncə ən böyük qiymət alar da bu. Hələ böyük tərəf deyir. Hə, ona görə sin 60-ı x-ə vuranda köhdə 3 böl 2 vur x. Sin 90-da 1 alır deyə 10 köhdə 3 qalır. X 20 mi çıxıb? Bəli, cavablarda düz veriblər. Ən böyük qiymətini orada alır da sinus. 90 dərəcədə alır, bildin? Bu da heç eyni son. Bayaqki söhbət oxşur, baba. İndi bunu əslində üçbucağı keçəndə, deyəsən birinci bölmədə bilmirəm, demişdim, deməmişdim. Bax, 12 çıx 5-dən böyükdür də x. 12 plus 5-dən balacadır. Yəni elə bil 7-dən böyük, 13-dən, 17-dən kiçik.
Niye en küçük qiyməti sən keçirdin? İndi deyəcəm, hələ ora şeydə var axı, davam da var. Bax buna. Əgər ki, bura kör buzaqda, burada alfanın 90-dan böyük verib axı. İndi sən bilirsən ki, 90 dərəcə olsaydı, bura 13 olardı. 90 olsaydı. 90-dan böyük olanda, onda nə olmalıdır? 13-dən böyük olmalıdır. Şimdi saatdə mümkün qiymətlər 14, 15, 16. 45. Düzdür, güvən kitabında düsturu belə veriblər. Buradan yanaqdır o da. Ay, çaşdım, köçaltı yoxdur. Ha, belə. Mən sadəcə mənasını izah elədim. Biləsiniz, o niyə köçaltın kvadratları söhbəti var. Çünki 90-da misal üçün 13 olursa, 90-dan böyük olanda 13-dən böyük olur qiymət. Məntiqi odur. Yaxşı, 31-ə də baxaq. İti buzaqları qarşısındakı tərəfləri 9 və 5 olan kör buzaqlı üç buzağın üçüncü tərəfini ala biləcək ən kiçik və ən böyük qiymət. Uşaqlar, bəxş sualdır. Bir dənəsi kör buzaqdır. Yazırsan yenə. 9 bura, 5 bura. Bura kör buzaqdır. Burada x. Nə dedik bayaq? Dedik ki, 9-un kvadratı plus 5-in kvadratından böyük. 9 da 5-dən kiçik olur. Yəni 81-in üstü 25 yanında nə qədər olur? Hə, ən kiçik qiyməti 11-dir. Ən böyük 13-dür. Oldu? Bildiniz? Nəsə, çətin sual olsun. AD 12-dir. CD 5-dir. ASB 45-dən böyükdür. Aynen. Nə deyir bizə indi? AB-nin ən kiçik tam qiyməti. B ilə C də bərabərdir. Hə? Qoy bir dənə fikirləşək, görək nə edə bilirik. Buradan BD-ni birləşdirsən, nəsə əldə edərəmmi? Bura 45-dən böyüksə, bura 45-dən kiçik olur. Bir dəqiqə uşaqlar, bir dənə fikirləşək, görək nə eləmək olar. D, B, C perpendikulyardır. Hə, burada bir şey tutduq. Demək, bu həm mediandır, Adəm. Həm də hündürlükdür da, düzümü? Demək, bərabər yanlıdır. Bura nə qalır? 5. Həm də tənbülən olur da, bura. Düzü? Bərabər yanlıdır da, hündürlük, median həm də tənbüləndir. Bilmən. Hə? Yox. Bərabər yanlıda bərabər yanlar arasından çəkilərkən olur. Hə. Aydındır mı bura qədər? Bura alfadsa burada nə olur? Alfa. Düzü? İndi burada bir dənə söhbət edəcəm sizinlə. Bu alfa nə oldu?
2 alfa. 3 buzağın bir xarici buzağı özü ilə qonşu olmayan 2 daxili buzağın cəmidir. Burada 2 alfa. Əgər alfa 45-dən böyüksə, 2 alfa nədən böyükdür? 90-dan böyüksə demək bura nədir? Kar bucaq. Bəxş söhbət. Bura 90 olsaydı, bura 13 olardı. 90-dan böyük olduğu üçün 14 düşür. Bildiniz? Qaymaqdır. Bunlara baxaq mı? Gəl baxaq da. Qoy axırıncı yazaq, sonra baxarıq bu havamıza da, yəni özümüzü yaxşı hiss eləsək, ona da baxarıq. 3, 5, 4. Bizə nə deyir? AB-ni tapın deyir. Bizə deyirik baş üstə. İndi sizlə bir dənə söhbət edeyim. Bax, bura alfadsa, burada alfa deyilmi? Aha. Bir dənə gözlə bunu kəsim götürün buradan. Bunda neyinə yazacaq sizlə? Sizcə? Kosinuslar teoremindən. Hə. Əyrim-üyrim də, bunun oxşar tərəf var. Hə, bax bura. Yazarsan x-in kvadratı bərabər, alfaya baxıraq. 6-nın kvadratı üstə gəl, 10-un kvadratı, çıxaq, 2 vur, 6 vur 10, vuraq cos alfa. Cos alfa nədir? Cos alfa sağdakı üç bucağa əsasən qonşu böl hipotenuzdur. Düzə? Bu olur 136, çıxaq, 120 vur, 5-də 4. 5-ə böləndə 96, 136-dan 96 çıxanda 40 qalır. Tərəf kök 6 ilə çıx. Hə. Hə. Sən nə işə baxsın? Hə. Belə. Hə, indi baxaq buna. Əslində belə deyək, bax. 1-ə y gedir, elə promoy buldatmaq lazımdır. Bu suala onda özünüz baxarsınız. Burada yəni bir şey yoxdur. Çünki 3, 4, 5-dirsə düz bucaqlıdır. Nə bilim. Hə.